Nihat Hatipoğlu, bəli, Azərbaycanda da çox sevilən Türkiyəli bir ilahiyyatçı, bir aparıcı. Bilirsiniz ki, onun verilişləri Türkiyə kanallarında daim yayımlanır. Bu dəfə onun verilişlərinin birində bir nəfər şəxs yerindən durub ona sual verir. Sual belədir. Hatipoğluna ünvanlanan sualla həmin qadın soruşur ki, dəyərli ilahiyyatçımız, siz bizə deyə bilərsinizmi? Biz cənnətdə alış-veriş eləyə biləcəyikmi? Hatipoğlunun cavabı çox maraqlıdır. Bu bildirir ki, bəli, cənnətdə yarmarkalar var. Orada alış-veriş yerləri çoxdur. Orada alış-veriş eləmək də mümkün olacaq. Bəs o zaman oradakı alış-verişlə indiki real həyatdakı alış-veriş nə ilə fərqlənəcək? Hatipoğlu bunu belə izah edir. O bildirir ki, orada alış-veriş eləyərkən heç nəyə pul verməyəcəksiniz. Hər şey pulsuz olacaq. Yəni türklər demişkən bələş. Təbii ki, bu sualdan sonra sualı verən qadın çox heyrətlənir. Sizlər də öz fikirlərinizi yazın. Doğrudanmı Nihat Hatipoğlu özü şəxsən düşünür ki, cənnətdə alış-veriş pulsuz olacaq və orada yarmarkalar var?